Bilirsiniz ki, xarici dil bilmək müasir dövrdə artıq bir tələbə çevrilib. Ona görə də insanlar xüsusən də ingilis dilini öyrənməyə can atırlar. Hər bir dilin əsasını sözlər təşkil edir. Siz bir dildə nə qədər çox söz bilsəniz, həmin dili bir o qədər yaxşı mənimsəmiş olacaqsınız. Bu videoda ingilis dilində ən çox işlənən 100 söz haqqında ətraflı şəkildə məlumat verəcəm. Bu sözləri Oxford 3000 Words PDF-indən götürmüşəm. Həmin PDF-i bu videonun açıqlama qismində paylaşacağam. İstəyən olsa oradan götürə bilər. Əgər siz bu ismin sözü yaxşı səviyyədə mənimsəmiş olsanız, ingilis dilinin 90%-ni başa düşmüş, anlamış olarsınız. Bu fikirləşməyin ki, bu sözləri bilirik, bu videoya baxmaq lazım deyil. Mən çalışacağam ki, sözlərin əlavə mənaları haqqında da sizə məlumat verim. Ona görə də bu video çox maraqlı olacaq. Bu videoda A1-dən B2 səviyyəsinə qədər həmin sözlərdən 100 dənəsini seçib sizə öyrədəcəm. İndidən deyirəm ki, bu video çox qiymətli, dəyərli bir video olacaq. İndi isə sizə 1 dəqiqə vaxt verirəm. Dəftər qələminizi götürün. Götürdünüz? Onda başlayaq. A1 səviyyəsində olan sözlərdən başlayaq. 1. Go. Birinci sözümüz getmək mənasına gələn go fe'lidir. Bu söz bütün səviyyələrdə istifadə olunur. Çox işlək sözdür. Ona görə də bunu bilmək çox vacibdir. Və nümunə cümləmizə baxaq. Bu cümlədə məncə sizin hər birinizə çox tanışdır. Məktəb vaxtından əzbər bildiyimiz bir cümlədir. I go to school every day. Mən hər gün məktəbə gedirəm. I go to school every day. 2. Come. İkinci sözümüz gəlmək mənasını verən come fe'lidir. Məsələn, come here please. Zəhmət olmasa bura gəl və yaxud da zəhmət olmasa bura gəlin. Come here please. 3. Eat. Üçüncü sözümüz yemək mənasını verən eat fe'lidir. We eat dinner at 8 o'clock. Biz axşam yeməyini saat 8-də yeyirik. We eat dinner at 8 o'clock. 4. Drink. Dördüncü sözümüz içmək mənasını verən drink fe'lidir. Məsələn, she drinks coffee every morning. O hər səhər kofe içir. She drinks coffee every morning. 5. Make. Beşinci sözümüz bir şeyi hazırlamaq, bir şey etmək mənasını verən make fe'lidir. Bu söz bütün səviyyələrdə demək olar ki, rast gəlinən bir sözdür və bu sözdən çoxlu sayda söz birləşmələri, ifadələr də düzəldilib. Ona görə də bunu öyrənmək, bilmək çox vacibdir. Make fe'li bir şeyi sıfırdan hazırlamaq deməkdir. Məsələn, make breakfast, make lunch, make money, make a mistake, make a noise, make a decision və s. Nümunə cümləmizə baxaq. I make breakfast for my family. Mən ailəm üçün səhər yeməyi hazırlayıram. I make breakfast for my family. 6. Do. Altıncı sözümüz isə etmək mənasını verən do fe'lidir. What do you do on Sundays? Bazar günləri nə edirsən? What do you do on Sundays? Do və make fe'lləri ilə düzələn söz birləşmələrini tələbələr adətən bir-birləri ilə səhv salırlar. Burada əsas məntiq belədir ki, do fe'li ilə düzələn söz birləşmələri iş və vəzifələri bildirərkən istifadə olunur. Məsələn, do exercise, do morning exercise, do homework, do housework, do the cleaning, do the shopping və s. 7. Have. 7-ci sözümüz malik olmaq, sahib olmaq mənasını verən have fe'lidir. Məsələn, I have 2 brothers. Mənim 2 qardaşım var. Burada bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Çox vaxt tələbələr Azərbaycan dilinə uyğun düşünərək I have əvəzinə my have demək istəyirlər. Ancaq doğru versiya təbii ki I have olacaq. Biz Azərbaycanca düşünəndə mənim var deyirik, amma ingilis dilində doğru versiya I have olacaq. Bu fe'lin digər şəxslər üzrə olan formalarını da burada qeyd edəcəm. Hər fe'li həm də yemək içmək mənasında ifadə edə bilir. Məsələn, I have breakfast at 8 o'clock every morning. Hər səhər saat 8-də səhər yeməyini yeyirəm. I have breakfast at 8 o'clock every morning. 8. Like. 8-ci sözümüz xoşlamaq mənasını verən like fe'lidir. Bu fe'ldə çox tez-tez istifadə olunur. Ona görə də bunu da qeyd etmək çox vacibdir. I like this song. Mən bu mahnını bəyənirəm. I like this song. 9. Want. 9-cu sözümüz istəmək fe'lidir. I want some water. Mən biraz su istəyirəm. I want some water. Want fe'lindən sonra ikinci bir fe'l gələrsə, mütləq to-lu məstər formasında işlənir. Məsələn, I want to go there. Mən ora getmək istəyirəm. I want to go there. Çox vaxt danışıq zamanı sürətlə danışarkən want fe'li wanna kimi tələffüz olunur. Məsələn, I wanna go there. Film və seriallarda bu versiyanı çox tez-tez eşidə bilərsiniz. 10. Need. 10-cu sözümüz
Need fe'lidir. Mənası ehtiyac duymaq, lazım olmaq deməkdir. We need more time. Bizim daha çox vaxta ehtiyacımız var. We need more time. 11. See. 11-ci sözümüz görmək sözüdür. See. I see my friend every day. Mən dostumu hər gün görürəm. I see my friend every day. Bundan başqa see həm də başa düşmək mənasında verə bilir. Məsələn, I see you. Mən səni başa düşürəm. Və yaxud da sağollaşarkən insanlar bir-birinə belə bir ifadə də deyirlər. See you later və yaxud da see you. Görüşərik, daha sonra görüşərik. 12. Know. 12-ci sözümüz bilmək, tanımaq mənalarını verən know fe'lidir. Do you know her name? Onun adını bilirsən. Do you know her name? Və yaxud da tanımaq mənasında belə bir cümlə işlədə bilərik. I know you. Mən səni tanıyıram. I know you. 13. Say. 13-cü sözümüz demək mənasını verən say fe'lidir. Məsələn, he says hello to everyone. O hamıya salam deyir. He says hello to everyone. 14. Give. 14-cü sözümüz vermək mənasını verən give fe'lidir. Məsələn, please give me the book. Zəhmət olmasa kitabı mənə ver. Please give me the book. Biz bu cümləni belə də deyə bilərik. Please give the book to me. Zəhmət olmasa kitabı mənə verin və yaxud da kitabı mənə ver. Mənası dəyişmir. Please give the book to me. 15. Tell. 15-ci sözümüz demək, söyləmək mənalarını verən tell fe'lidir. Məsələn, tell me the truth. Mənə doğrunu söylə, mənə düzünü de. Tell me the truth. 16. Take. 16-cı sözümüz take fe'lidir. Bu da çox istifadə olunan bir fe'ldir. Mənası götürmək deməkdir. Məsələn, take your bag with you. Çantanı özünlə götür. Take your bag with you. Take fe'li ilə işlənən bir sıra idiomlar, fe'li birləşmələr mövcuddur. Bunlardan birini sizlə bölüşmək istəyirəm. Take it easy. Bu çox istifadə olunan bir ifadədir. Mənası sakit ol, rahat ol, stresə düşmə deməkdir. Take it easy. 17. Bring. 17-ci sözümüz bring fe'lidir. Mənası gətirmək deməkdir. Can you bring me some tea, please? Mənə biraz çay gətirə bilərsən, zəhmət olmasa. Can you bring me some tea, please? 18. Open. 18-ci söz. Open. Mənası açmaq deməkdir. Və yaxud da açıq mənasında verə bilər. Məsələn, open the door, please. Qapını zəhmət olmasa açın. The door is open. Qapı açıqdır. The door is open. 19. Close. 19-cu sözümüz bayaqki sözün antonimi olan bağlamaq fe'lidir. Close the window quietly. Pəncərəni sakitcə bağla. Close the window quietly. 20. Live. 19-cu sözümüz yaşamaq. Where do you live? Sən harda yaşayırsan? Where do you live? I live in Baku. Mən Bakıda yaşayıram. I live in Baku. 21. Work. 21-ci sözümüz işləmək fe'li olan work fe'lidir. My father works in a bank. Atam bankda işləyir. My father works in a bank. 22. Play. 22-ci sözümüz oynamaq mənasını verən play fe'lidir. The children are playing outside. Uşaqlar çöldə oynayırlar. The children are playing outside. Bu fe'l həm də hər hansı bir musiqi alətində ifa etməyi də bildirir. Məsələn, play the guitar, play the piano və s. I can't play the piano. Mən pianoda ifa edə bilmirəm. I can't play the piano. 23. Read. 23-cü sözümüz oxumaq, mütaliə etmək mənasını verən read fe'lidir. Məsələn, she reads books every night. O hər gecə kitab oxuyur. She reads books every night. 24. Write. 24-cü söz yazmaq fe'lidir. Write. Write your name here. Adınızı bura yazın. Write your name here. 25. Listen. 25. Çox istifadə olunan fe'llərdən biridir. Mənası qulaq asmaq, dinləmək deməkdir. Listen to me carefully. Mənə diqqətlə qulaq asın. Listen to me carefully. Yadda saxlayın ki, listen fe'lindən sonra mütləq həmişə to sözünsü istifadə olunur. 26. Speak. 26-cı sözümüz danışmaq mənasını verən speak fe'lidir. Can you speak slowly? Sən yavaş danışa bilərsən? Can you speak slowly? Kiminləsə danışmaq mənasında speakdən sonra to sözünsü işlənir. Məsələn, I'm speaking to you. Mən səninlə danışıram. I'm speaking to you. 27. Help. 27-ci sözümüz kömək etmək mənasını verən help fe'lidir. Can you help me please? Mənə kömək edə bilərsinizmi? Can you help me please? 28. Call. 28-ci sözümüz zəng etmək, çağırmaq mənasını verən call fe'lidir.
I will call you later. Mən sənə daha sonra zəng vuracağam. I will call you later. 29. Wait. 29. Wait. 29. Gözləmək mənasını verən wait fe'lidir. Wait for me outside. Məni çöldə gözlə. Wait for me outside. 30. Start. 30-cu sözümüz başlamaq mənasını verən start fe'lidir. The lesson starts at 9. Dərs saat 9-da başlayır. The lesson starts at 9. 31. Finish. 31-ci sözümüz bitirmək, tamamlamaq mənasını verən bir fe'ldir. I finished my homework at 6 p.m. Mən saat 6-da ev tapşırığımı bitirdim. I finished my homework at 6 p.m. 32. Buy. 32-ci sözümüz pulla satın almaq mənasını verən buy fe'lidir. I want to buy new shoes. Mən yeni ayaqqabı almaq istəyirəm. I want to buy new shoes. 33. Pay. Növbəti sözümüz ödəmək mənasını verən pay fe'lidir. I paid for the food yesterday. Mən dünən yeməyin pulunu ödədim. I paid for the food yesterday. A1 səviyyəsinə uyğun sözlər bitdi. Rəylərdə yazın görün, bu sözlərdən neçəsini bildiniz, neçəsini bilmədiniz. Əgər hamısını bildinizsə, sizi təbrik edirəm. Sizin səviyyəniz ən az A2 səviyyəsindədir. Videomuza A2 səviyyəsində olan sözlərlə davam edirik. 34. Arrive. 34-cü söz harasa gedib çatmaq mənasını verən bir fe'ldir. Arrive. We arrive at the airport early. Biz hava limanına tez çatdıq. We arrive at the airport early. Bu sözdən sonra adətən ya in ya da at sözünsü gəlir. Bunun haqqında ətraflı məlumat almaq istəyirsinizsə, bununla bağlı bir video çəkmişdim. Həmin videoya buradan baxa bilərsiniz. 35. Leave. Növbəti fe'limiz çıxıb getmək, tərk etmək mənasını verən bir fe'ldir. Leave. I leave home at 8 every morning. Mən hər səhər saat 8-də evdən çıxıram. I leave home at 8 every morning. 36. Choose. Növbəti sözümüz seçmək mənasını verən bir fe'ldir. Choose. Choose the correct answer. Doğru cavabı seçin. Choose the correct answer. 37. Decide. 37. Qərar vermək. She decided to stay at home. O evdə qalmağa qərar verdi. She decided to stay at home. 38. Remember. 38. Xatırlamaq. Do you remember his phone number? Onun telefon nömrəsini xatırlayırsan? Do you remember his phone number? 39. Forget. Növbəti fe'limiz unutmaq mənasını verən bir fe'ldir. Forget. I forgot my keys at home. Mən açarları evdə unutdum. I forgot my keys at home. 40. Meet. 40-cı sözümüz görüşmək, qarşılaşmaq mənasını verən bir fe'ldir. Meet. Let's meet after class. Gəlin dərsdən sonra görüşək. Let's meet after class. 41. Send. 41-ci sözümüz göndərmək mənasını verən bir fe'ldir. Send. Please send me the photo. Zəhmət olmasa şəkil mənə göndər. Please send me the photo. 42. Receive. Qəbul etmək, almaq. I received your message yesterday. Mən dünən sənin mesajını aldım. I received your message yesterday. 43. Explain. Növbəti sözümüz izah etmək. Can you explain this question to me? Bu sualı mənə izah edə bilərsən? Can you explain this question to me? 44. Learn. 44-cü sözümüz çox vacib bir fe'ldir, öyrənmək fe'li. I want to learn Spanish. Mən İspan dilini öyrənmək istəyirəm. I want to learn Spanish. 45. Teach. 45-ci sözümüz. Yəqin ki, bu fe'li bir çoxunuz eşitmişsiniz. Öyrətmək. She teaches English at school. O, məktəbdə ingilis dili keçir, ingilis dili öyrədir. She teaches English at school. 46. Travel. 46-cı söz. Səyahət etmək. They travel every summer. Onlar hər yay səyahət edirlər. They travel every summer. 47. Stay. Növbəti sözümüz hardasa qalmaq mənasını verən bir fe'ldir. Stay. We stayed in a nice hotel. Biz gözəl bir oteldə qaldıq. We stayed in a nice hotel. 48. Move. Növbəti sözümüz köçmək, hərəkət etmək mənasını verir. Move. My family moved to a new house. Ailəm yeni bir evə köçdü. My family moved to a new house. 49. Carry. 49-cu sözümüz daşımaq fe'lidir. Carry. Can you carry this bag, please? Bu çantanı zəhmət olmasa daşıya bilərsən? Can you carry this bag, please? 50. Wear. Növbəti sözümüz geyinmək kimi tərcümə olunur. Əslində bizim dilə belə tərcümə olunsa da, siz bunu üzərində daşımaq kimi daha çox başa düşün. She wears a red dress today. O bugün qırmızı bir don geyinib. She wears a red dress today. Bu fe'l başqa kontekstlərdə də işlənir. Aksesuar taxmaq, eynək taxmaq, makyajdan istifadə etmək, parfum sıxmaq.
Bu kimi söz birləşmələrində də bu feildən istifadə olunur. She is wearing a ring. She is wearing a ring. She wears perfume to work. She wears perfume to work. She wears a beautiful makeup. She wears a beautiful makeup. 51. Wash. 51-ci sözümüz yumaq mənasını verən bir feildir. Wash. Wash your hands before you eating. Yemək yeməzdən əvvəl əllərini yu. Wash your hands before you eating. 52. Clean. Bu söz həm təmizləmək, həm də təmiz mənasını verir. Məsələn, I clean my room every weekend. Mən hər həftə sonu otağımı təmizləyirəm. I clean my room every weekend. My room is clean. Mənim otağım təmizdir. My room is clean. 53. Cook. Növbəti feilimiz bişirmək mənasını verən bir feildir. Cook. Bişirmək. My mother cooks very well. Mənim anam çox yaxşı yemək bişirir. My mother cooks very well. 54. Build. Növbəti sözümüz bina tikmək mənasını verən bir feildir. Build. They built a new school here. Onlar burada yeni bir məktəb tikdilər. They built a new school here. 55. Change. Bu söz isə dəyişmək mənasını verir. I need to change my clothes. Mən paltarımı dəyişməliyəm. I need to change my clothes. Change sözü həm də pulun qalığı mənasında da işlənə bilir. Məsələn, bu cümləni tez-tez eşidərsiniz. Keep the change. Yəni, pulun qalığı səndə qalsın. 56. Happen. Növbəti sözümüz baş vermək mənasında işlənən bir feildir. Happen. What happened yesterday? Dünən nə baş verdi? Dünən nə oldu? What happened yesterday? 57. Become. Növbəti sözümüz olmaq, çevrilmək mənalarında işlənən bir feildir. Become. He wants to become a doctor. O, həkim olmaq istəyir. He wants to become a doctor. Və yaxud da danışıq dilində sürətli şəkildə belə eşidə bilərsiniz. He wanna become a doctor. 58. Win. Bu söz qalib gəlmək, qazanmaq mənalarını verir. Məsələn, our team won the game. Bizim komandamız oyunu qazandı. Our team won the game. 59. Lose. Bu söz itirmək, məğlub olmaq mənalarını verir. I lost my wallet. Mən pul kisəmi itirdim. I lost my wallet. 60. Pass. Bu söz keçmək mənasını verir. Məsələn, the bus passed our house. Avtobus bizim evin yanından keçdi. The bus passed our house. 61. Miss. Bu söz qaçırmaq, ötürmək və yaxud da darıxmaq mənalarında işlənə bilir. Məsələn, I missed the train this morning. Mən bu səhər qatarı ötürdüm, yəni qatara çata bilmədim. I missed the train this morning. Və yaxud da I miss you. Mən səndən ötürü darıxıram. I miss you. 62. Hope. Bu söz həm ümid etmək, həm də ümid mənalarında işlənə bilir. Hope. I hope you feel better soon. Ümid edirəm ki, tezliklə sağalarsan. I hope you feel better soon. 63. Plan. Növbəti sözümüz həm planlaşdırmaq, həm də plan mənalarını ifadə edən bir sözdür. Plan. We plan to visit grandma tomorrow. Biz sabah nənəyə baş çəkməyi planlaşdırırıq. We plan to visit grandma tomorrow. Və yaxud da I have a plan. Mənim bir planım var. I have a plan. 64. Try. Növbəti sözümüz cəhd etmək, sınamaq mənalarını verən bir feildir. Try. Try to speak English every day. Çalış ingilis dilində hər gün danışasan. Try to speak English every day. Və yaxud da sınamaq mənasında. Try everything. Hər şeyi sına. Yadınızdadsa, Zootopiyada Shakiranın ifa etdiyi belə bir mahnı var idi. Try everything. Səsim yoxdur, yoxsa sizin üçün ifa eləyərdim. 65. Check. Növbəti sözümüz yoxlamaq mənasını verən bir feildir. Check. Check your email now. E-mailini indi yoxla. Check your email now. 66. Use. 66-cı sözümüz istifadə etmək. Use. Can I use your phone? Sənin telefonundan istifadə edə bilərəm. Can I use your phone? Burada A2 level olan sözlər bitdi. İndi isə keçəcəyik B1, B2 levelda olan sözlərə. Əvvəlcə yazın görün, bu sözlərdən hansıları bildiniz, hansılar sizin üçün çətin oldu, hansılar yeni oldu. Əgər siz bu sözlərin əksəriyyətini bildinizsə, sizi təbrik edirəm. Sizin səviyyəniz ən az A2 leveldadır. 67. Avoid. Növbəti sözümüz qaçmaq mənasına gələn bir feildir. Avoid. Amma məcazi mənada qaçmaq. Try to avoid unnecessary arguments. Çalışın lazımsız mübahisələrdən qaçasınız. Try to avoid unnecessary arguments. 68. Improve. Növbəti sözümüz yaxşılaşdırmaq, inkişaf etdirmək mənalarına gələn bir feildir. Improve. I want to improve my English speaking skills. Mən ingilis dilində danışıq bacarıqlarımı yaxşılaşdırmaq, inkişaf etdirmək istəyirəm. I want to improve my English speaking skills. 69. Manage. 69-cu sözümüz bacarmaq, idarə etmək mənalarına gələn bir feildir. Manage.
She managed to finish the project on time. O layihəni vaxtında qurtarmağı bacardı. She managed to finish the project on time. 70. Suggest. Növbəti sözümüz təklif etmək mənasını verir. Suggest. I suggest taking a short break. Mən qısa bir fasilə verməyi təklif edirəm. I suggest taking a short break. Bir məqamı diqqətinizə çatdırmaq istəyirəm ki, suggest feilindən sonra gələn ikinci feil ing sonluğu qəbul edir. Yəni bu nümunə cümləmizdə olduğu kimi. I suggest taking a short break. 71. Depend. Bu söz asılı olmaq, bağlı olmaq mənalarında işlənən bir sözdür. Depend. It depends on the situation. Vəziyyətdən asılıdır. Vəziyyətə baxır. It depends on the weather. Havadan asılıdır. It depends on the weather. 72. Realize. Bu feil anlamaq, fərqinə varmaq mənalarını ifadə edən bir feildir. Realize. I realize my mistake. Mən səhvimin fərqinə vardım. Mən səhvimi anladım. I realized my mistake. 73. Complain. 73-cü söz complain, şikayət etmək. He complained about the noise. O səsküydən şikayət etdi. He complained about the noise. 74. Refuse. Bu söz imtina etmək deməkdir. She refused to answer the question. O suala cavab verməkdən imtina etdi. She refused to answer the question. 75. Accept. Bu söz qəbul etmək mənasını verir. Accept. They accepted my invitation. Onlar mənim dəvətimi qəbul etdilər. They accepted my invitation. 76. Offer. 76. Təklif etmək. He offered me some coffee. O mənə biraz kofe təklif etdi. He offered me some coffee. 77. Mention. Növbəti sözümüz qeyd etmək mənasını verir. Mention. She mentioned your name yesterday. O dünən sənin adını qeyd etdi. She mentioned your name yesterday. 78. Admit. 78-ci sözümüz boynuna almaq, etiraf etmək mənalarını verir. He admitted that he was wrong. O səhv etdiyini boynuna aldı, etiraf etdi. He admitted that he was wrong. 79. Deny. Növbəti sözümüz inkar etmək mənasını verir. Deny. She denied taking the money. O pulu götürdüyünü inkar etdi. She denied taking the money. 80. Afford. Növbəti sözümüz imkanı çatmaq mənasını verir. Afford. I can't afford that expensive car. Mənim o bahalı maşını almağa imkanım çatmır. I can't afford that expensive car. 81. Borrow. Növbəti sözümüz borc almaq mənasını verir. Borrow. Can I borrow your pen? Sənin qələmini borc ala bilərəm. Can I borrow your pen? 82. Lend. Bu söz isə borc vermək mənasını verir. Can you lend me some money? Mənə biraz pul borc verə bilərsən? Can you lend me some money? 83. Remind. 83-cü söz. Xatırlatmaq. Please remind me to call her. Zəhmət olmasa mənə ona zəng vurmağı xatırlat. Please remind me to call her. 84. Prefer. Növbəti sözümüz üstün tutmaq mənasını verir. I prefer tea to coffee. Mən çayı kofedən üstün tuturam. I prefer tea to coffee. Burada fikir versəz, üstün tutmadığımız tərəf to sözünsü ilə işlənir. I prefer tea to coffee. 85. Recommend. Növbəti sözümüz recommend feilidir. Mənası tövsiyə etmək deməkdir. I recommend this restaurant. Mən bu restoranı tövsiyə edirəm. I recommend this restaurant. 86. Expect. Bu söz isə gözləmək mənasını verir. We expect them to arrive soon. Biz onların tezliklə gəlməyini gözləyirik. We expect them to arrive soon. 87. Promise. 87-ci söz. Söz vermək. I promise I'll help you. Mən söz verirəm ki, sənə kömək edəcəm. I promise I'll help you. 88. Notice. Bu söz görmək, fikir vermək, fərqinə varmaq mənalarında işlənə bilir. Did you notice anything strange? Nəsə qəribə bir şey gördün? Did you notice anything strange? 89. Recognize. Növbəti sözümüz tanımaq mənasını verir. I didn't recognize him at first. Mən əvvəlcə onu tanımadım. I didn't recognize him at first. 90. Achieve. Növbəti sözümüz achieve. Nail olmaq, çatmaq mənalarında işlənir. She achieved her goals this year. O bu il məqsədlərinə çatdı. She achieved her goals this year. 91. Encourage. 91-ci söz. Həvəsləndirmək. Teachers should encourage students to speak. Müəllimlər şagirdləri danışmağa həvəsləndirməlidirlər. Teachers should encourage students to speak. 92. Support. Bu söz həm dəstəkləmək, həm də dəstək mənasında işlənir. My family always supports me. Ailəm məni həmişə dəstəkləyir. My family always supports me. Thank you for your support. Dəstəyin üçün çox sağ ol. Thank you for your support.
93. Develop. 93-cü söz. İnkişaf etdirmək. He is developing a new skill. O yeni bir bacarıq inkişaf etdirir. He is developing a new skill. 94. Solve. Növbəti sözümüz həll etmək mənasını verir. Solve. We need to solve this problem quickly. Biz bu problemi tez həll etməliyik. We need to solve this problem quickly. 95. Share. Bu sözü sosial media istifadəçiləri əzbər bilir. Share, yəni paylaşmaq. She shared her ideas with the team. O fikirlərini komanda ilə paylaşdı. She shared her ideas with the team. 96. Compare. Növbəti sözümüz müqayisə etmək mənasında işlənir. Compare. Don't compare yourself with others. Özünü başqaları ilə müqayisə etmə. Don't compare yourself with others. 97. Protect. Növbəti sözümüz qorumaq mənasını verir. Protect. We must protect our planet. Biz planetimizi qorumalıyıq. We must protect our planet. 98. Demand. 98-ci söz tələb etmək mənasını verir. Demand. I demanded an explanation. Mən açıqlama tələb etdim. I demanded an explanation. 99. Recover. Bu söz sağalmaq, bərpa olmaq mənalarını verir. He recovered quickly after the illness. O, xəstəlikdən sonra tez sağaldı. He recovered quickly after the illness. 100. Succeed. Və bu videonun sonuncu sözü succeed. Uğur qazanmaq. If you work hard, you will succeed. Əgər çox çalışsan, uğur qazanacaqsan. If you work hard, you will succeed. Beləliklə, B1, B2 səviyyəsinə uyğun olan sözlərin də sonuna gəlib çatdıq. Rəylərdə deyin görün, bu sözlərdən neçəsini bildiniz, neçəsi sizin üçün yeni oldu. Mütləq öz şərhlərinizi yazın. Əgər bu video sizə maraqlıdırsa, bunun ikinci hissəsini də çəkə bilərəm. Rəylərdə bu haqda da mütləq öz fikirlərinizi bildirin. Ümid edirəm ki, bu video uzun olsa da sizin üçün maraqlı oldu. Əgər videomu bəyəndinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Növbəti videoda görüşərik.